Bu adam deyir ki, mənim yaxşı marketinq kampaniyam olsun, hamıya yaxşı xəyallar satım ki, 6 aya front-end developer ol, 1 ilə nə bilim front-end developer ol. Və satırlar da. 1 ilə back-end developer ol, çox yaxşı maaşlar alarsan, öyrənən kimi çıxasan xarici bazara və s. Onların çox xəyallar satılır. Amma yəni sonda görürsən ki, heç də elə deyil. mən bəzi kurslarda bilirəm, kursa tələbələri götürəndə onlara CV doldurmaq üçün vərəq paylayırlar. Güya bu vərəqə doldurduqları məlumatları onlar müxtəlif şirkətlərə göndərəcəklər. Bu siz uşağa çox böyük motivasiya verir. Çünki bir dəfə Azərbaycanda da olub, rəhbərin yanında oturmuşam, görürəm ki, CV-lərə baxır, doludur. Yəni dediyimiz kimi bazarda adam doludur. Elə Browserdə tabı yerləşmir. O PDF faylları bir şeydən vurur, açır inboxdan. O dolub da PDF faylları. Belə baxır, keçir belə baxır. Deyirəm ki, nəyin üstü deyirəm, evin baxıram. şəkillərə baxıram. Deyir evin baxıram. Çağıra bilmirəm də heç kimi. Yəni mənə deyir, açır baxır CV-yə, deyir mən bunu nətər çağırım. CV çox gözəl yazılanlarda olur. Çağırırıq, mən olub həqiqətən də. CV çox idealdır görünüş olaraq. Amma CV-yə diqqətlə baxanda görürsən ki, bu adam experience yoxdur.